Xoş gördük əziz dostlar, əziz həmvətənlərim. Hər vaxtınız xeyirli olsun. Yeni bir xəbəri sizinlə paylaşıram. Təbii ki, bu xəbəri heç bir saytlardan və digər informasiya sosial şəbəkəsindən eşitmədiyiniz bir xəbəri sizinlə paylaşıram. Xəbərə keçməmişdən öncə xahiş edirəm, kanalımıza abunə olun və paylaşın. Bəli, Rusiya-Ukrayna müharibəsi artıq 4 ilə 5 ilə yaxındır ki, davam edir. Ümumiyyətlə, mən müharibədən əleyhinəyəm. Sadəcə burada məğlub, qalib tərəflər var. Bununla bağlı danışacağım. Bəli, Rusiya-Ukrayna müharibəsinin bitməsinə az bir zaman qalıb. 2026-cı ilin ortalarında bu müharibə bitəcək və burada qalib olan dövlət təbii ki, Rusiya dövləti olacaq. Diqqətinizə görə təşəkkür edirəm.